Həmçinin bəzən duaların qəbul olmasında müxtəlif maneələr var. Və yaxud da duaların qəbul olunmasının keyfiyyəti, necəliyi müxtəlif cür ola bilər. Bəzən duaların qəbul olunması zaman cəhətindən uzun çəkə bilər. Elə bu məsələyə bu hədisimizdə də işarə olunur. Və yaxud da bəzi hədislərimizdə buyurulur ki, əgər insan bilsəydi ki, qəbul olunmayan dualarının müqabilində axirətdə Allah-u Teala ona hansı mükafatları verəcək, Allahdan istəyərdi ki, dünyada heç bir duası qəbul olunmasın. Bəzən insan düşünür ki, duası qəbul olmur. Amma məsələnin mahiyyəti bundan ibarət deyil. Bir çox dualarımız var ki, batində Allahın yanında qəbul olunub, sadəcə olaraq onların aşkarlanmasından ötürü bəzi şərtlərə ehtiyac var. Bəzən zamana ehtiyac var. Yəni, əgər o şərtlər tamamlanarsa və yaxud da o zaman yetişərsə, insan öz duasının qəbul olduğunu aşkar şəkildə müşahidə eləyəcək. Məhz buna görə də bizə tövsiyə olunub ki, duanı təkrar eləmək lazımdır. Dua mövzusunda mühüm məsələlərdən biri ümidsiz olmamaqdır. İnsan gərək daim Allahın qapısını döysün. Ümidsiz olmasın ki, mənim duam qəbul olmur. Əgər bir insan ümidsiz olarsa, dua qapısı onun üzünə bağlanar. Ramazan ayının dualarında və həmçinin digər dualarda bu mətləbə işarə olunur. Duaların birində belə buyurulur. Və mənim duamın cavabı gecikərsə və uzaq görünərsə, sənin cavab verməyindən ümidsiz eləmə. Bu çox mühüm nöqtədir. Allahın cavabının gecikməsi bizi gərək ümidsizliyə aparmasın. Ona görə dua məsələsində təkrar dua eləmək lazımdır və həmçinin daim ümidli olmaq lazımdır. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.